Mamagil Misirə getmişdilər. Misirdən gəliblər. Meyvə gətiriblər bizə. Bunun adını dedi, yadımda qalmadı. Armuda oxşayan bir şeydir. Çok güzel kokur ama. Bu avokadodur. İlk dəfə yiyəcəm. Bu da oranın mandalin apelsinidir. Avokado. Avokado nədir? Mango. Avokado deyirəm. Sonra böyle İran xurması. Çox qəşəng xurma dadır elə. Böyle şoçuna. Şimdi mi? Şek kimi sever kızım. Elim ayağım esiyor. Şek kimi gəlir davulda. Dərmandır, meyvədir bir də. Sonra misirski dərmanlar alıb. Bu qızdırma salıcıdır. Tam xəstə olduğumuz vaxtda gəlib çıxıb özdə. Bu öskürək üçündür. Nazlı üçün. Həm də içində vitaminlər falan var. Nəsə belə bir şeydir. Bundan keçən il idi. Gedəndə almışdılar. Nazlı üçün verirdim. Vitamin kompleksdir. Jelibon şəklində. Bu boğaz spreydir. Vitamin D'dir. Belə. İnşallah təlif haqqı yemərəm dərmanları göstərdiyimə görə. Oy, mamamı gətirən şeyləri göstərirdim. Dedim, onları da göstərim. Nazlıya qəşəng bir dənə. Buraların halinə baxmayın. Rezil günündədir. Bir dənə qızdırmam var idi. Bir dənə üşüdürdüm. Dəhşət izimdə. Sonra gedib simiçqə, abur-cuburca dalıblar ki, bu gecə bunlara yatdı yoxdur. Çünki nə qədər yatıblar da. Hə, belə. İndi Elşad şey istədi. Nədir bunun adı? Tuşanka. Üstünə yumurta vuracağım. Hazır tez bazar olan yeməklərdən. Günorta kartofla kotlet kızartmışdım. Bunu yemişdik. Burada böyle hazır. Neydi buna? Roltonlardan. Burada da Nazlı Nərgis üçün ət suyu qaynatmışam. Onlar birazdan toparlanım. Qablara yığacağım. Marayzlıqya qoyacağım. Belə. Dünyada iyiye dair, güzele dair ne olmuşsa bu topraklardan yetişmiş de olur. Bu topraklardan yetişmiş de olur. Yine de böyle olacak. Ben bakarım. Oğlum, iyi misin? Ne oldu sana? İyi misin? Durumu gayet iyi. Anlıyorum ama efendim açıkçası Polat Alemdar'a göre bilgi arz edeceğim efendim. Abdüley beni aradı. Anlatacakları olduğunu söyledi. Benimle görüşmek istedi. Adam seni tanıyormuş. Tabii ki konuş başkanım. Sana bir şey söyleyeceğim efendim. Ama bu olay olacak. Tabii ki de. Nərgis, hardasan? Kokoş. Citay. İtçə. Xəstələnmişik. Analı balalı. Nazlı ilə Nərgiz biraz daha yaxşıdılar. Yəni ki, siz bu vloqa baxanda biz toparlanmış olarıq. Hər ehtimala yenə ölçürük Nazlını. Nədir? Mən 40-a kimi qızdırıram. Oy, qızdırmamda antidərmandan düşür. İndi bunları yığışdırım. Həkim gələsidir. Sistem falan almışıq. Onları qoyacaq. Bunları yığışdırım. Hə.
Neçə gündür xəstəyəm, qızdırmalıyam. Elə istəyirəm ki, çəkim vlog çəkim, elə çəkə bilmirəm. 2 gündür papam bizə yemək bişirir. Hətta Hətta 3 gündür. Bugündən 3 gündür. Bu dəfə bundan bişirib yemişik. Biri də belə qalıb. Elşad gələndə qızdırım o da yesin deyə. Biraz var getdi papam. Sonra 3 bacı dolma pişirmişdi dünən. Dünən bugün ondan yemişik. Qalan budur 2 dənə. Ondan qabaq balıq qızartmışdı bizə. Dünən bir sistem qoşulub mənə. Bugün biri yarımçıq qoşuldu. Çünki pis oldum. Bilmirəm niyə elə oldum. Ani davlenim düşdü. Yarımçıq saxladıq. Sabah yoxlayacağıq. Əgər davlenimi falan ölçəcəyik, qızdırmamı ölçəcəyik, sonra taxacağıq. Yenə narahat olsam davam eləməyəcəyik. Ola bilər ki, bədənim götürmür, çünki çox zəifləmişəm. Belə, yəni orada qalıb dərmanlarım burada. Dərmanlarım var. Dərmanlarım, sistemlərim hamısı buradadır. İğneler var. Neyse de. Meyveler. Bu arada bugün papayla köməkləşib yolkanı yığışdırmışıq. Bugün biraz daha yaxşıydım. Həqiqətən qızdırmam olmayıb bugün. Dünən gecə ən son qızdırdığımdı. Amma ki sistemi qoşandan sonra pisləşdim. İndi hal-hazırda yaxşıyam. Səsim falan tutuqda gəlsə, nə də olsa yaxşıyam. Nazik xoş deyir onu oynamağı. Bu videomda belə idi. Bir neçə günün qısa çəkdiyim nə var idisə hamısını bir yerə yığdım ki, sizlə paylaşım. Ümid edirəm ki, bəyəndiniz. Gələn videolarda, gələn vloglarda görüşərik inşallah. Mənə dəstək olmağı unutmayın. Sağ olun. Hələlik.